Şəhərin mərkəzində, ən gözəl ərazisində birbaşa Heydər Əliyev adına olan park mənzərəli 17 mərtəbəli binanın yaşayışının 7-ci mərtəbəsində ideal qanuni 2 otaqlı 112 kvadrat kubcalı bir mənzil təqdim edirəm sizlərə. Mənzildən sadəcə 2-3 əşya çıxacaq. Onları da sizə deyəcəm. Mənzil təmirindən sonra qəti şəkildə yaşayış olmayıb, əmlak sahibinin planları dəyişdiyinə görə əmlakı təcili şəkildə satır. Qiymətini də sizlərə açıqlayacağam. Mənzil harda yerləşir? Xırdalan şəhərinin tam mərkəzində, mərkəz dediyimiz ərazidəyik. 2 eyvanı var. Mənzil yel çəkən mənzildir. Qaz, su, işıq, 2 ədəd sürətli Sigma liftlərimiz işlək vəziyyətdədir. Mənzildən gördüyünüz bu televizor və soyuducu, bir də qapının giriş hissəsində olan termo çıxacaq. Amma soyuducusu isə yerinə təzə bir əvəz olunub soyuducu qoyulacaq. Bu çıxan əşyalar cehiz olduğu üçün. Qaranlıq da olsa mən sizə belə bir təqdimat eləyim. Görə biləcəksiniz, bilmirəm. Birbaşa Heydər Əliyev adına parka baxır. Baxın dəyərli izləyicilər. Burada belə bir geniş balkon hissəmizdir. Mərkəzi yolun üzərində yerləşən Azər City yaşayış belə deyək, Azər City adlanan dükanın üzərində olan 17 mərtəbəli binanın 7-ci mərtəbəsindədir. Gördüyünüz kimi gözəl eyvandır, kifayət qədər böyük ölçüsü olan eyvanımızdır. Təqdimata başladıq ən birinci qonaq otağından sizlərə. Çəkilişimiz biraz uzun olacaq, axıra qədər izləyin. Çünki tam məlumat verə bilək sizə. Bura evimizin giriş hissəsidir. Girişdən daxil olarkən çöl qapı dəyişilib, əmlak sahibi dəyişib, yeni qapı ilə əvəz edilib. Burada belə bir böyük şkaf var. Pal-paltar yığmaq üçün. Girişdən daxil olarkən bizi belə bir koridorumuz qarşıladıb, görürsünüz. Qəti şəkildə evdə yaşayış olmayıb. Solda böyük yataq otağımızdır. Ən axırda oranı təqdim edəcəm. Hamam və sanuzelimiz ayrı-ayrılıqdır. Bir daha təqdim edirəm. 112 kvadrat, qanuni 2 otaq, ideal bir mənzil. Qiymət açıqlayacağım son qiymətdir. Son. Ola bilsin, gəlib baxdıqda, əmlak sahibi ilə danışdıqda, ola bilsin, cüzlü bir şirinlik olsun. Yəni, onu da tam mən qeyd eləmirəm, dəyərli dostlar. Evdə də bir dənə ucuz material işlənməyib. Hamısı bahalı brend materiallardır, dəyərli dostlar. Bura isə ümumi sanuzelimiz. Ümumi sanuzellərimiz və eyvanlar daxil olmaqla isti döşəmədir. Qeyd etdiyim termo budur, yəni bu çıxacaq bir dənə. Bir göstərdiyim televizor və bir də soyuducu isə başqa bir soyuducu ilə əvəz olunacaq. Qalan bütün elektronikalar hamısı qalacaq evin içərisində. Qadınların ən xoşladığı alan. Hamısı belə bir gözəl mətbəx arzulayır. Yəni hamıya da qismət olsun inşallah. Buradakı eyvanımız isə, dəyərli dostlar, plastik pəncərə vasitəsilə bağlanıb. Görürsünüz, baxın, heç bir elektronika işlənməyib. Hamısının salafanı üzərindədir. Buradakı televizorumuz da var. Hər şey qaydasındadır. Görürsünüz necə gözəl. Allah kim alsaq xeyirlisini nəsib eləsin. Növbəti buranı təqdim edeyim sizə. Görürsünüz bu təzə xaladelnik buradadır. Baxın. Qaz şotçiki, kombi və ariston. Burada da mətbəx üçün stol qoyulub, əyləşməyə də, yəni burada da eyvanımız var. Dəyərli dostlar, satışda əmlaklarınız varsa belə möhtəşəm, belə gözəl evləriniz varsa bizə müraciət eləyə bilərsiniz. Satışında tez bir zamanda köməklik göstərək. Bir daha qiymətini açıqlayayım. 165.000 manat. İdeal bir bina evi. Keçək növbəti yataq otağımıza. Daxil olarkən görürsünüz növbəti sonuncu ikinci otağımıza. Təmir həqiqətən də möhtəşəmdir. Yüksək səviyyədə təmir olunub. Görürsünüz necə gözəl. Şəhərin tam mərkəzindədir, Xırdalan şəhərinin. Kupçası var. Kupça alan adamın birbaşa öz adına çıxarılacaq. Diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə çox sağ olun deyirəm.